Sən oğlansan, sən gələcəyin kişisisən, sən ailə başçısısan, ağlamaq olmaz, emosiyalarını, hisslərini göstərmək olmaz. Əlbəttə hər ailəyə aid deyil. Mən özüm də bir ana olaraq çalışıram ki, bu səhvə yol verməyim. Çünki oğlan da bir insandır. Və artıq yaradılışdan onsuz da güclüdür. Hər birimiz güclüyük. Sadəcə bizim güclü olduğumuzu bizim valideynlərimiz bizə deməlidirlər. Valideyn düşünməməlidir ki, övlad bunu onsuz da bilir. Bəli, biz onsuz da yaradılışdan bir çox şeyləri bilirik. Əksəriyyətimiz. Əlbəttə ki, çünki bizim genofondumuz var. Doğru. Bəli. Bəli. Bu çox dərin mövzudur. Ona görə də biz bunu ifadə etməliyik övladlarımıza. Eynilə də sualınıza gəlim ki, atalar da oğullarına bunu deməyi bacarmalıdırlar. Əlbəttə asan da olmaz ki, nə vaxt ki ataya öz atası bunu deməyib, özündə bu dəyişikliyi eləməyi. Çünki onun norması odur ki, necə yəni mən oğlumu çox istəyirəm də onsuz da. Necə lazımdır geyindirirəm, təmin eləyirəm, oxuduram, daha nə etməliyəm ki?